Müharibədə yaralanan bir gəncin ağrıdan qurtulmaq üçün apardığı axtarışlar dünyaca məşhur içkinin yaranmasına səbəb oldu. Təsadüfən icad edilən Coca-Cola bugün milyardların sevdiyi içkiyə çevrilib. Bəs bu məşhur içkinin arxasında hansı maraqlı tarix gizlənir? Birlikdə araşdıraq. Əsas ixtisası kimya olan 19 yaşlı bir gənc 1850-ci ildə Georgia əyalətində tibb işçisi olaraq müstəqil həyata başlayır. Tibb və cərrahiyyə işlərinin ardınca Kolumbusda özünə bir aptek açır. Amerikan vətəndaş müharibəsinin məşhur döyüşlərindən olan Kolumbus döyüşündə Konfederasiya ordusunun leytenantı olaraq iştirak edir və döyüş zamanı sinəsindən qılınc yarası alır. Döyüşdə aldığı bu yaranın sağalma dövründə ağrını kəsmək üçün morfindən istifadə etməyə başlayır. Morfin asıllığından qurtulmaq üçün isə tərkibində morfin olmayan ağrı kəsici hazırlamaq üçün işlər görür. Kəşf etdiyi və tələb görə yüngül alkoqollu içkini daha geniş bazara çıxarmaq üçün Kolumbusdan Atlantaya köçür. Bu əyalətdə də alkoqol qadağası qüvvəyə mindikdə alternativ alkoqolsuz içki üzərində işləməyə başlayır. Təsadüfən icad etdiyi alkoqolsuz qazılı formulun ilk şüşəsi 1886-cı il mayın 8-də Atlantada şəriki olduğu Jacobs aptekində satışa çıxarılır və məşhurluq qazanır. Hekayəmizin qəhrəmanı John Stitt Pemberton, ixtira etdiyi içki isə Coca-Coladır. Ölənə qədər morfin asıllığı davam etdiyi üçün şirkətin demək olar ki, bütün səhmlərini satır. İxtirasının bir gün bütün ölkədə məşhurlaşacağı xəyalı ilə son hissələrini oğluna bağışlayır. Doktor Pemberton 1888-ci ildə ağır xəstəlikdən vəfat edir. Amma atasının ölümünün ardınca oğlu Charles də əlindəki hissələri $1750 satışa çıxarır.